Bu gün 11-ci sinifin dərsliyindən Bəxtiyar Vahabzadənin Şəhidlər poemasının təhlilini keçirik. Bəxtiyar Vahabzadənin Şəhidlər poeması yadda saxlayaq ki, lirik poemadır. Bunu əvvəlcə qeyd aparmışdıq. Yəni, lirik poema o deməkdir ki, yəni burada əsərimizin sujet xətti yoxdur. Və təbii ki, əsərimiz sujetsizdir, sujet xətti yoxdur. Və əsər ayrı-ayrı hissələr şəklində yazılmışdır. Onu yadda saxlayaq. Qarşıda bu haqda geniş danışacağıq. Əsərimizdə bədii təsvir ifadə vasitələrindən daha çox işlənəni epitetdir, bənzətmə, yəni təşbihdir, bədii təzaddır, təkrirdir və metafordur. Əsərin mövzusu 1990-cı il qanlı 20 yanvar hadisələrinə həsr olunub və bunu xüsusi yadda saxlayaq. Əsərimizin mövzusu budur. Əsər bu hadisədən, yəni 1990-cı il 20 yanvar faciəsindən doğan acı həqiqətlərdən danışılır. Yəni burada deməli baş vermiş bir hadisədən danışılacaq. 20 yanvar şəhidlərinin azadlıq mücadiləsi günlərində göstərdiyi misilsiz qəhrəmanlıqlar tərənnüm olunur. Buna diqqət eləyək. Burada bir haşiyə çıxım ki, bəzən biz poema deyəndə şagirdlərimizin əksəriyyəti Nizami Gəncəvinin poemaları və yaxud belə deyək, Məhəmməd Füzulinin poemaları nəzərdə tutulur ki, həmin o poemalarda təhkiyə və təsvir, həmin poemalar təhkiyə və təsvir əsasında yazılıb. Amma bu lirik poema olduğu üçün burada təhkiyə və təsvir əsasında yazılmayıb bu. Sadəcə burada 20 yanvar şəhidlərinin misilsiz qəhrəmanlıqları tərənnüm olunub. Tərənnümü yadda saxlayaq. Əsərimizdə, poemamızda qatillərə ümumxalq nifrəti var. Burada da qatillər belə deyək 1990-cı ildə Rus qoşunları nəzərdə tutulur. Əsərimizdə insanların günahsız yerə qətlə yetirilməsindən danışılır. Və əsərimizdə bu İstiqlal poeması ilə oxşar tərəflərindən, məzmunca oxşar tərəflərindən biri ondan ibarətdir ki, hər ikisində gələcəyə inan və nikbin ruh var. Və bunu diqqətlə yadda saxlayaq. Bəzən şagirdlərimiz şəhidlərdə burada şəhidlərin olması, sonra ölüm faciənin olmasını nəzərdə tutur. Elə başa düşür ki, burada nikbinlik yoxdur, amma yadda saxlayaq ki, əsərimizdə nikbin ruh hakimdir. Nikbinliyi xüsusi yadda saxlayaq. Və əsərdə milli azadlıq mübarizlərinin, qəhrəmanlarının ümumiləşdirilmiş obraz yaradılıb. Yəni, deməli, burada azadlıq məsələsi var. Bunu xüsusi yadda saxlayaq. Azadlıq məsələsi burada qeyd olunub. Bunu xüsusi yadda saxlayaq. Və burada həmin o qəhrəmanların ümumiləşmiş obraz yaradılıb. Bu nə deməkdir? Bu deməkdir ki, əsərimizdə bir neçə obrazın adı çəkilib. Amma burada bilirsiniz ki, belə deyək, əsərdə konkret olaraq mövzu hansısa bir qəhrəmanı həsr olunmayıb. Sadəcə həmin o 1990-cı il 20 yanvar faciəsində şəhid olmuşların ümumiləşmiş obrazı, belə deyək, yaradılıb. Bu ümumiləşmiş obrazı da yadda saxlayaq. Və burada şair inanır ki, şəhidlərin qanı yerdə qalmayacaq. Baxın, bu da inandı. Əvvəldə qeyd elədiyimiz kimi gələcəyə inan məsələsi. Baxın, diqqətlə, gələcəyə inan məsələsi burada öz əksini tapıb. Və xalqın igid oğlanları mübarizəni davam etdirəcək. Deməli, mübarizəni davam etdirəcəyinə də inan var. Üçrəngli bayrağı enməyə qoymayacaqlar. Yəni, burada da şairin nikbin olmasına bir işarədir. Poemada şəhidlərin ana torpağın bağrına azadlıq toxumu səpən milli qəhrəmanlar kimi söz açılmışdır. Yəni, poemada şəhidlərimizdən torpağın bağrına azadlıq toxumu səpən milli qəhrəmanlar kimi söz açılmışdır. Yenə də əvvəldə qeyd apardığımız kimi burada ümumiləşdirilmiş obrazlardan söhbət gedəcək.
və şəhidlərin qəhrəmanlığının tərənnümü ilə, burada bayaq bunu qeyd aparmışdıq, tərənnüm məsələsi ilə faciəli hadisələrin doğurduğu mühakimələr üzvü vəhdət təşkil edir. Burada müəllif təbii ki, burada qəhrəmanlığın tərənnümü də var. Digər tərəfdən isə Rus qoşununun törətdiyi faciə, bunlar hər ikisi bir yerdə üzv vəhdət təşkil edir, yəni birgə verilib. Vətənin oğul və qızlarının şəhidlik zirvəsinə yüksəlməsi qürurverici tarixi hadisə kimi dəyərləndirilir. Yəni müəllif bu hadisəyə tarixi hadisə kimi baxır və bunu da qarşıda daha açıq şəkildə qeyd olunacaq. Və şairə görə azadlıq istəyən xalq qurban verməyə də hazır olmalıdır. Və buna diqqət edin, azadlıq verilmir, igid övladların qanı bahasına alınır. Yəni müəllif göstərir ki, biz əgər azad olmaq istəyiriksə, mütləq şəkildə qurban verməliyik, yəni belə deyək, şəhidlik olmalıdır. Müəllif bu məsələlərə diqqətlə yanaşır. Və xüsusi bir diqqətə nəzərə alaq. Bəzən görürsünüz testlərimizdə Bəxtiyar Vahabzadənin İstiqlal poeması ilə Şəhidlər poemasının oxşar fərqli tərəflər verilir. İstiqlal poemasına qeyd aparmışdıq. Ana dili məsələsi əsas məsələlərdən biridir. Amma burada isə ana dili məsələsinə toxunulmamışdır. Buna diqqət eləyək. Ümumiyyətlə ana dili məsələsi burada Şəhidlər poemasında yoxdur. Və qeyd aparmışdıq ki, əsər hissə şəklində verilib. Əslində əsər 2 hissəlidir və hər hissədə başlıq şəklində verilib. Birinci hissə 3 başlıq şəklindədir. Nə istəyir bu millət? Təzadlar içində eşq olsun sizə. Və əsərimizin ikinci hissəsi, bu da 3 hissədən ibarətdir. Matəm mərasimi, yəni 3 başlıqdan ibarətdir. Matəm mərasimi, axı biz nə eləmişdik? Bir də ki, şəhidlər. Gəlin əvvəlcə birinci hissənin ilk başlığına baxaq. Nə istəyir bu millət? Belə bir başlıqdır və belə bir sual da verilir. Və təbii ki, bunun cavabı burada verilib. Diqqətlə baxaq, burada cavabı verilib. Və burada cavab nədir? Millət azadlığına görə, yəni bu sualın nə istəyir bu millət? Bu sualın cavabı burada verilib. Millət azadlığına görə meydan mübarizəsinə başlayır. Və burada qatil bunu görüncə, yəni xalqın meydana çıxmağını görüncə cəlalımızı pozur, hilalımızı qanımıza boyayır. Yəni burada qatil deyərkən yadda saxlayaq ki, Rusiyanı nəzərdə tutur, yəni Rus qoşunlarını nəzərdə tutur və cəlalımız da deyərkən, yəni burada cəlalımız qürurumuz mənasında işlənib, yəni cəlalımızı pozdu, qürurumuzu sındırdı deməkdir. Hilalımızı qanımıza boyadı, yəni bayrağımızı, belə deyək, hilal burada ay mənasındadır, yəni bayrağımızı qanımıza boyadı. Yəni bu məsələləri verib və əsər təbii ki, şeir formasındadır. Şeiriyyatdan bir neçə misranı da mən sizə deyim. Bu, təbii ki, əsərimizin təhlili belədir, amma şeirdə belə yazılıb. Nə istəyir bu millətdə? Başlığında. İstəkləri gözündə, tələbləri dilində. Millət dənizə döndü, dənizin sahilində. Dalğalandı bu millət. Alışıb öz oduna, yandı bu millət. Yəni burada millətin azadlıq mübarizəsindən qalxmağını göstərir və qarşıda da qatillərin, Rus qoşunlarının həmin o xalqın qarşısını almasını, meydan mübarizəsinin qarşısını almağını göstərir. Və ardınca əsərimizin ardınca birinci hissənin ikinci başlığı gedir təzadlar içində. Ən böyük hissələrdən biri bu hissədir bizdə. Təzadlar içərisində göstərilir ki, Qızıl Orduya abidə qoyduq. Qızıl Ordu burada Sovet ordusunu nəzərdə tutur müəllif. Bu bilirsiniz ki, 1920-ci ildə 28 aprel, yəni tarixində AXC üzərinə hücum eləyən, AXC qoşunların üzərinə hücum eləyən Qızıl Ordudan söhbət gedir. Azərbaycanı işğal eləyən Qızıl Ordudan söhbət gedir. Və müəllif burada təzadlar içində bölməsində bunu uşaqlar yadda saxlayaq. Çünki bəzən testlərdə
hansı bir məsələnin hansı başlıqda verilməsi məsələsi önəmlidir. Ona görə bu hissələri xüsusi yadda saxlayaq. Və bu Qızıl Orduya deyir, abidə qoyduq. Təbii ki, o Qızıl Ordu Azərbaycan Xalq Cümhuriyyətini məhv eləmişdi, işğal eləmişdi və həmin deyir, biz deyir, həmin orduya abidə qoyduq. Və həmin ordu qanımızı tökdü. Yenidən 1990-cı il 20 yanvarda qanımızı tökdü. Və burada ölənlər dünən Rusiya üçün can verənlərin, şəhid düşənlərin övladı idi. Əslində burada verilən misralarda nəyi nəzərdə tutur? Dünən Rusiya üçün can verənlər deyərkən müəllif burada 1941-45-ci ildə Böyük Vətən müharibəsində Azərbaycan Rusiyanın tərkibində idi və həmin vaxtı can verənlər ki var idi, həmin vaxtı can verənlərin övladlarını 1990-cı ildə yenidən Rus qoşunları belə deyək öldürdü və onları şəhid etdi. Bunu nəzərdə tutur. Və ardıcan 70 ilin dərd-qəminin o şənbə gecəsi gözlərdən axması vurğulanır. Burada 70 il deyərkən 1920 və 1990-cı illərə qədər olan məsafəni nəzərdə tutur, illər nəzərdə tutur. Və burada o şənbə gecəsi də təbii ki, məlumdur ki, 1990-cı il 20 yanvar faciəsini nəzərdə tutur. Və ardınca müəllif Tunc rehli ilanların, burada Tunc rehli ilanlar Qızıl Ordunu nəzərdə tutub müəllif. Yəni müəllif belə bir belə deyək, ifadədən istifadə eləyib, Tunc rehli ilanlar haqqımızın nə anlar deyə sual verir. Təbii ki, bunlar haqqımızı anlamayacaqdır və ertəsi gün, buna diqqət eləyək, Bakının küçələrindən millətin qızıl qanını yudular. Yəni Rus qoşunları bu hadisəni törədib, ertəsi gündə qızıl qanını yudular. Bu ifadələr bilirsiniz ki, Əhməd Cavadın Səsli Qız poemasında da məzmun baxımından yaxınlıq var bu ifadələrdə. Və həmin vaxtı adamlar köməyə tələsirdi, çünki yaralılar var idi və yaralılara qan verməyə tələsirdilər. Və həmin vaxtı soldatlar, yəni Rus əskərləri xəstəxanada bütün çıraqları keçirir. Yəni işıqları söndürür. Söndürməyin də nəticəsi ona görə idi ki, yaralılara heç kəs kömək edən olmasın. Yəni bu məsələyə də diqqət eləyək. Məsələn, o hissədən belə deyək, təzadlar içində olan hissədən bir neçə mən misranı deyim, diqqətdən buna qulaq asaq. Belə deyək, yalana riyaya nə qədər uyduq? Biz Qızıl Orduya abidə qoyduq. Həmin Qızıl Ordu günün birində bizim qanımızı tökdü. Qatil bizimlə bir, o gecə həm də haqqı, həqiqəti tutdu qurşuna. Hansı göstərişlə gəlibmiş görən silahsız kütləni bu quran ordu. Və bu ikinci hissədir və keçək əsərimizin belə ikinci hissəsinin belə deyək, üçüncü başlığına eşq olsun sizə. Eşq olsun sizə adlı hissədə burada diqqətlə nəzər eləyək. Bəzən şair cavanların nahaq şəhid olduğunu deyir. Bəzən. Yəni qısa bir anlıq şairin, yəni lirik qəhrəmanın ağlına gəlir ki, bunlar nahaq şəhid olub. Yəni nahaqdan, yəni boş yerə şəhid olub. Amma qısa bir müddət. Amma dərhal sonra bunu yadda saxlayaq. Əsərimizdə dərhal sonra lirik qəhrəman düşünür ki, onlar qorxmadan ölümün üstünə cumdular. Yəni belə deyək, deməyinə peşman olur müəllif ki, axı onlar deyir, belə deyək, lirik qəhrəman deyir ki, onlar axı qorxmadan ölümün üstünə cumublar. Və şair ardınca qeyd aparır ki, azadlıq ağacı şəhidlər qanı ilə suvarılmasa bar verə bilməz. Və müəllif qeyd ardınca deyir ki, azadlıq verilmir, alınır. Bu da ölüm qanqada onun ölçüsüdür. Yenə də bu müəllif burada qeyd aparır ki, azadlığı əldə etmək üçün şəhid olmalıdır. Və bu
belə deyək, ifadələr İstiqlal poemasında da öz əksini tapmışdır. Yalın ərlərlə tanklar üstünə atılan cavanlara eşq olsun və burada da başlığın adına da baxsaz, eşq olsun sizə. Yəni eşq olsun sizə hissəsi bu hissədə də var. Və o gecə cavanlar Nəsiminin, adlara diqqət eləyək, Babəkin xeyir duasını aldı. Və əsərimizdə də şeiriyyat formasında da bu cür verilib. Böyük Nəsiminin ulu Babəkin xeyir duasını aldı o gecə. Zamandan irəli sıçrayıb yəqin, tarixdə tarix tək qaldı o gecə. Yəni müəllif bunu tarixi hadisə kimi qiymətləndirir və tarixdə qalacağını qeyd aparır. Deməli, birinci hissə 3 başlıqdan ibarət oldu. Birinci, nə istər bu millət, təzadlar içində və eşq olsun sizə. İkinci hissəyə keçək. İkinci hissəmiz də 3 başlıqdan ibarətdir. Birincisi başlığın adı Matəm mərasimidir. Matəm mərasimində burada tabutların çiyinlərə alınması məsələsi verilib. Min qızıl qərənfillər şəhidlərin önündə bir an donması məsələsi verilir. Və burada fədakar oğullar, yəni 1990-cı il 20 yanvarda olmuş fədakar oğullar Rəsulzadənin, yəni Məmmədəmin Rəsulzadənin bayrağı altında dəfn olundular. Və 18-də ölən köhnə şəhidlər təzə şəhidləri bağrına bastı. 18-də ölən, yəni 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətini quran və qurmaq uğrunda mübarizə aparan şəhidlərdən söhbət eləyir ki, və həmin o şəhidlər və təzə şəhidlər də dediyi 1990-cı il 20 yanvar faciəsində şəhid olmuşlar nəzərdə tutur ki, həmin şəhidləri bağrına basıb. Və bu hissələri yadda saxlayaq, Matəm mərasimi adlı hissədə verilib. İkinci hissənin ikinci başlığında axı biz neyləmişdik? Belə bir bədii sual verilir. Maraqlı tərəf odur ki, bu suala qarşı tərəfdən cavab verilmir. Yəni heç bir cavab verilmir. Görək, burada olan bəzi adlar verilib, adları yadda saxlayaq. İlham Fərizədir, adlar sizə tanışdır. Bir də Məktəbli Larisadır. Bunlar vəsair kimi günahsız qurbanlar olub. Sadəcə bu əsərimizdə üçünün adı çəkilib. İlham Fərizə, ər və arvad, bir də ki, Məktəbli Larisa. Bunlar günahsız qurbanların cavabı verilməyən bir sualı səslənir. Həmin sualda o idi ki, axı biz neyləmişdik? Yəni, bunların günahları nə idi? Yəni, bunların heç bir günahı yox idi. Və ardıca müəllif qeyd aparır ki, boğdular bir millətin, axı biz neyləmişdik deyən o haqq səsini. Deməli, müəllif burada insanların səsini haqq səsi adlandırır, ona da diqqət eləyək. Və ardıca qeyd aparır ki, zorun qarşısında sustuq hamımız. Yəni, burada zorun qarşısında dediyimiz həmin o ordunun, Rus ordusunun Azərbaycanın o qarşıya çıxan, azadlıq mübarizəsindən çıxan insanların qarşısını kəsməsini nəzərdə tutur ki, biz artıq sustuq deyir. Buna diqqət eləyək. Sustuq və 40 gün yas saxlamaq, işə çıxmamaq üsyanımız, intiqamımız oldu. Yəni, demək istəyir ki, bizim intiqamımız, üsyanımız yalnız yas saxlamaq, bir də işə çıxmamaq olmuşdur. Və ikinci hissənin üçüncü başlığında şəhidlər başlığıdır və bu başlıqda o şənbə gecəsi mümkünə döndərdiyi çox namümkünü. Bu misralar bilirsiniz ki, İstiqlal poemasında da var. O şənbə gecəsi deməli İstiqlal poemasında da şəhidlərə işarə edir, onu da nəzərə çatdıraq. Və o gecə biz də bir yumruğa döndük. Yəni, xalqın birləşməsini nəzərdə tutur, bir yumruğa döndük. Yıxıb köləliyi ürəyimizdə. Bu misralarla nəyi demək istəyir müəllif? Onu qeyd aparır ki, müəllif, biz deyir, həmin vaxtı köləliyi, yəni məhv etdik. Əslində müəllif
Azərbaycanın müstəqillik qazanmasını 1990-cı illə bağlayır. Yəni bilirsiniz ki, Azərbaycan yenidən 1991-ci ildə oktyabr ayında müstəqillik yenidən bərpa elədi. Amma müəllif bunun ilkin başlanğıcını məhz 1990-cı il 20 yanvar faciəsi ilə bağlayır. Və ardınca qeyd aparır ki, insan olur öz hünəri ilə. Millət də millət olur həm xeyri, həm şəri ilə. Torpağın bağrına cəsədləri ilə azadlıq toxumu əkdi şəhidlər. Bunu da qeyd aparır və əsərimizdə bir neçə əsərin təhlili ilə bağlı bir neçə məsələni də burada qeyd aparaq. Əsərimizdə lirik qəhrəman, yəni şairin özü azadlığın qanla alındığını etiraf edir. Müstəqillik uğrunda mübarizə ilə bağlı düşüncələrinin bədii ifadəsidir. Yəni müəllifin müstəqillik uğrunda mübarizə ilə bağlı düşüncələrinin bədii ifadəsidir. Yəni müstəqilliyə diqqət eləyək. Bayağı bunu qeyd aparmışdıq ki, yəni müəllif məhz 91-ci il oktyabr ayında olan müstəqilliyin ilkin başlanğıcını məhz 90-cı il 20 yanvar faciəsi ilə bağlayır. Qorxunun millətin qəlbinə planlı şəkildə salınması faktı verilir. Bunu da yəni Rus qoşunlarının bilərəkdən insanlar arasında qorxu yaratmaq məsələsini qeyd aparıb. Poema əvvəldə qeyd apardığımız kimi ayrı-ayrı hissələr şəklində yazılsa da, amma mövzuda eynilik var, mövzu eyniliyi var. Təbii ki, əsər 2 hissədir, hər hissədə 3 başlıq var, amma mövzu eyni mövzudur. Yəni bir hadisə 1990-cı il 20 yanvar faciəsindən doğan acı həqiqətlərdən danışılır. Və buna 2 dənə də qeydimiz var. Birinci qeydimiz ondan ibarətdir ki, əsərimizdə heca vəznində olan nümunələrə yer verilmişdir. Bununla bağlı bir neçə cümlə deyim. Bu nə deməkdir? Əsərdə heca vəzninə aid nümunələr yer verilmişdir. O demək ki, əsər, məsələn, birinci hissənin birinci başlığında nə istər bu millətdə? Birinci, ikinci, məsələn, misralar 14 hecalıdır. Amma üçüncü misramız 7 hecalıdır. Mən sizə onu bir xatırladım. İstəkləri gözündə, tələbləri dilində. Millət dənizə döndü, dənizin sahilində. Bunlar 14 hecalıdır. Dalğalandı bu millət isə artıq 7 hecalıdır. Və yaxud belə deyək, təzadlar adlı bölmədə yalana riyaya nə qədər uyduq. Biz qızıl orduya abidə qoyduq. Həmin qızıl ordu günün birində bizim qanımızı tökdü. Burada ilk 3 misra 11, növbəti isə 8-dir. Yəni əsər başdan başa belə deyək, sırf olaraq heca vəzni üzərində qurulmayıb. Bəzən 14, bəzən 7, bəzən 11, bəzən də 8 hecalıdır. Ona görə əsərdə yadda saxlayır, əsər heca vəznində olan nümunələrə yer verilib. Yəni bu demək ki, əsərimizdə qafiyə sistemi var. Bəzən qafiyələr ard-ardadır, bəzən də çarpaz şəkildə verilib. Bəzən misralar, belə deyək, misralarda bölgü uyğun gəlir, bəzən uyğun gəlmir və bir misrada hecaların sayı bəzən uyğun gəlir, bəzən uyğun gəlmir. Ona görə yadda saxlayaq, əsərimiz, poemamız heca vəznində olan nümunələrə yer verilmişdir. Yəni bu poemada heca vəznində olan nümunələrə yer verilmişdir. Məsələsi budur. Növbəti qeydimiz poemada Qarabağ uğrunda azadlıq mücadeləsindən və erməni vəhşiliyindən söhbət getmir. Bunu biz Qarabağda şeirini xatırlasaz, Qarabağda şeirində də, orada da ümumiyyətlə Qarabağ uğrunda azadlıq mübarizəsi, Qarabağ müharibəsi və yaxud erməni vəhşiliyindən söhbət getmir. Bunu da xüsusi yadda saxlayaq ki, əsərlərin müqayisəsində öyrənə bilək.